Salam dostlar, necəsiniz? Biz şükür yaxşıyıq. Bugün videoya biraz gec başlamışam. Birazdan uşaqlar məktəbə aparacam. Uşaqlar hamburger istəyib. Dedim xəmirimi yoğurum. Çörəyini də mən özüm edirəm. O acmaqda olsun. Sonra inşallah gəlib hazırlayacaq birlikdə. Biraz ılıq su götürdüm. Əslində mən südlə eləyirəm. Bir stəkan yarı süd, yarı su qatıram. Sadəcə südüm yoxdur. İndi su ilə eləyəcəm. Görək inşallah yaxşı çıxar. 2 çay qaşığı pesok tökdüm. Mayamı əlavə edirəm. Şimdi kənarda qalsın. Dörd stəkan unla edirəm. Əslində mən xəmiri gözə yarı eləyirəm. Ölçü ilə eləmirəm. Üzərinə duz səpim. Tuzu qarışdırdım. Bir ədəd yumurta. Dediyim kimi südüm yoxdur, süd əlavə etməyəcəm. Əslində düşəndə alacaqdım, sadəcə dedim gecişərəm. Bugün Fatimənin tez çıxan vaxtıdır. Ona görə tələsdirəm. Mayam güclü olduğuna, yaxşı xəmir olacağına əminəm. Çalışın belə bir dəfə istifadə olunan mayalardan istifadə edin. Çünki onlar çox tez qabarır. Bax, tez mayası aktivləşir. Biraz yağ əlavə edirəm. Mayanı. Çox bərk olmayan bir xəmir yoğuracam. İnşallah yaxşı çıxar. Uşaqları qoydum məktəbə. Gəldim. Xəmirim artıq mayalanır. Biraz da mayalansın. Bir dənə kofe içim. Biraz kartoşka soyacağım, kızardacağım. Kartoşkaları doğrayıb sonra soyuq suda biraz gözlədirəm ki, o kraxmalı çıxsın. Onda daha yaxşı kızarır. Sonra da süzü biraz qurumasını gözləyirəm. Çox yağda qızardıram. Bəzən üstünə bir qaşıq da kartof nişastası tökürəm. Onu qarışdırıram, sonra qızardıram. Onda vəşi lap tatlı olur. İndi nişastam qalmayıb. Belə sadə edəcəm. Kartoşka qızarmışını uşaqlar çox sevir. Hər gün bişirsən, hər gün yeyərlər. Biraz gedim qoz fındıq falan alım, qovurum. Biz hər dəfə özümüz bişiririk piş-düşümüzü. Paxlava edirik, şəkər bura edirəm.
Edirəm deyəndə anam çox yaxşı bişirir. Onunla birlikdə köməkləşib edirik. Mən şəkər buranın qıraqlarını bükə bilmirəm. Məndə çox yaxşı alınmır. Amma güldürürəm, nə bilim. Açmağını atıram, qoyuram, amma şəkər buranı bükməyi bacarmıram. Bəlkə də həmişə anam eləyib deyə, yəni artıq etməmişik deyə öyrəşməmişik. Yavaş-yavaş özüm etsəm tək, bəlkə də öyrəşərəm. Amma həmişə sağ olsun anamla birlikdə bişiririk. Bəzən çox vaxt belə deyim, çox vaxt gedirəm onlarda bişirirəm. Bəzən də evdə bişirirəm. İndi bilmirəm bu dəfə necə eləyəcəm. Amma dəqiq odur ki, anamla edəcəm. Xəmirim artıq yaxşı-yaxşı qabarıb. Bir dəfə yoğuracam. Sonra bir 10 dəqiqə, 15 dəqiqə gözləyib təkrar yoğurub listə düzəcəm. Əlimi yağladım ki, yapışmasın. İndi hardasa 10 dəqiqə, 15 dəqiqə gözlədim. Sonra artıq kündələri ayırıb qoyacam bişməyə. İndi kotletimi hazırlayım. Bir ədəd soğan vuracam. Bir dənə, bir diş sarımsaq. Bir dilim çörək vuracam. Mən həmişə kotletə çörək vururam. Bir diş sarımsaq. Baharatlar zövqə görə mən duz vururam. Biraz pul biber. İstiyoruz. Biraz da tomat vururum. Yaxşı-yaxşı yoğurmaq lazımdır. Xəmirimizi qatlıya-qatlıya yoğuraq. Nə qədər çox yoğurursunuz çörək xəmirini, o qədər məncə yaxşı şişir. İnşallah bu dəfə də yaxşı çıxar. Görək südsüz necə olur. Məncə yaxşı olar. Çünki xəmir belə yaxşı xəmir. İstədiyiniz ölçüdə belə içə qatlıya-qatlıya
Çox da böyük eləmirəm mən. Onsuz hələ bu qabaracaq inşallah. Bu biraz balaca oldu. Aralı yerleştirdim. Şimdi bunu koydum. Biraz da mayalansın. Artık pişmeye koyacağım. Üzerine su ve susam vuracağım. Kartoşkalar biraz kızardı. Şimdi üzerine tuzluyorum. Vaxtım olsaydı biraz daha mayalandırardım ama tələsirəm. Ona görə bu qədər maya mənim üçün bəsdir. Üzərinə su çəkirəm. Çox qızarsın istəyənlər yumurta sarısı da çəkə bilər. Şimdi bu biraz qalsın. Belə soyuduram. Sonra yumuşalır tam. Kartoşkalarım da hazırdır. Bir qaldı kotlet. Yəni hamburger köftəsi qaldı. Onu da indi gedəcəm Fatimənin məktəbdən götürüm. Gələndə edəcəm ki, artıq isti olsun. Uşaqlar gələnə tam hazır olacaq inşallah. Gedək Fatoşu götürək gələk. Hava soyuqdur. Gələk bir dənə tripod alayım maşına. Deyəsə dolu yağır. Gəldim evə. Çörəklərimə baxaq. Yumuşaqdır, yaxşı çıxıbdır. Şükür yumuşaqlığı yaxşıdır. Yəni su ilə hazırlanan çörəkdən yəqin ki bu qədər çıxar. Artıq tez-tez hazırlayım. Kotletlər də qoydum bişməyə. Bunlar da bişsin. Necə deyim, hamburger köftəsi deyim, kotlet deyim. Zəhranın hamburgeri. Bu qırmızı biber sosudur. Bunu ayrıca qoyacağım qabda.
Mayonezi tökdüm bir qaba. Bir adet sarımsaq. Üzerine biraz limon sıxıram. Və yaxud da turşu suyu əlavə edə bilərsiniz. Biraz istiot. Qəşəng yumuşaq bir çörəyimiz olubdu. Bu da mənim burgerim. Uşaqların çox bəyəndiyi bir yeməkdir. Siz də hazırlayın. Çox yaxşı çıxır. Yəni evdə hazırlanmışı daha dadlı olur. Mən çalışıram uşaqlara istədiklərindən pizza olsun, burger olsun, lahmacun olsun. Onların hamısını çalışıram özüm hazırlayım. Düz vaxtında. Fatimə, aç qapını. Bu da yeməyimizin sonu. Bugün anamlar günüdür. Bizi çağırdılar pizza yeməyə. Biz getmədik. Ona görə uşaqları yaddan çıxartmayıblar. Sağ olsunlar. Hava soyuqdur. Bu soyuqda durub bizim üçün pizza alıb gətiriblər. Bugünlük də bizdən bu qədər olsun. İnşallah gələn videolarda görüşərik. Sağ olun. Özünüzə yaxşı baxın.